Gəlin 5-6-cı siniflər üçün olan short tekstlərin izahına baxaq. Birinci sualda nə deyir? Choose a correct statement according to the test. Mətnə uyğun olaraq düzgün bəyanatı seçin, variantı seçin. Tech store sells phones and tablets. Deməli, Tech mağazasında telefonlar və tabletlər satılır. Burada tech nə deməkdir? Baxın, bu technology sözünün qısa formasıdır. Yəni bu texnologiya mağazasıdır. Elektronik avadanlıqlar satılan mağaza. You can also buy headphones and chargers. Deməli, sən həmçinin buradan qulaqcıq və headphone qulaqcıq deməkdir, chargers da adapter deməkdir. Adapter ala bilərsən. The shop is open from Monday to Saturday. Mağaza birinci gündən 5-ci günə kimi açıq olur. The workers are friendly and helpful. Burada işçilər, worker işçi deməkdir. İşçilər mehriban və köməkçildirlər, yəni yaxşıdırlar. Baxırıq, A bəndində deyir, shop sells clothes, deyir, mağazada paltarlar satılır, səhvdir. Texnologiya, elektronika mağazası idi. The shop sells phones, mağazada telefonlar satılır. B bəndi düzgündür, yəni mətnə uyğundur. C bəndində the shop is closed on Monday. Deməli, mağaza deyir, birinci günlər bağlı olur, səhvdir. 1-dən 5-ə kimi açıqdır. The workers are not nice. Bu da nota görə çıxır, yaxşı deyil deyir işçilər. Əslində yaxşı idilər, helpful və friendlydirlər. Ona görə 1B bəndi. 2. Our school has 10 classrooms. Bizim məktəbimizin 10 dənə sinif otağı var. And a big playground. Və böyük bir dənə oyun meydançası var. The students play football during break time. Break time nədir? Tənəffüs vaxtı. Uşaqlar deyir, tənəffüs vaxtında, yəni fasilə vaxtı ərzində futbol oynayırlar. Teachers are kind and help us learn. Müəllimələr mehribandır və bizi öyrənməyə kömək edirlər. We start classes at 8 p.m. Biz dərsi saat 8-də başlayırıq. The school has a playground. Elə cavab A bəndidir. Students play after school. Məktəbdən deyir, after sonra oynayırlar. Məktəbdən sonra deyir, during break time'dır. Yəni məktəbdə tənəffüsdə oynayırlar. Class start at 10 p.m. Bu ən asandıdır. 8 a.m.də başlayır dərs. 10 a.m.də başlamır. Teachers are not friendly. Burada da deyir teachers kinddir. Burada da deyir are not friendly. Burada niyə kind verib? Friendly, kind sinonimdir onun üçün. Cavab olur A bəndi. Üçüncüyə baxırıq. Reading books help students learn new words. Kitab oxumaq şagirdlərə yeni sözlər öyrənməyə kömək edir. Teachers tell students to read every day. Müəllimələr şagirdlərə söyləyir ki, hər gün oxuyun. Tell söyləmək deməkdir, uşaqlar. Sonra, some students like story books, others like science books. Bəzi şagirdlər hekayə kitablarını, digərləri isə elmi kitabları sevir. Reading makes the mind strong. Oxumaq beyni güclü edir. Reading helps students learn. Oxumaq şagirdlərə kömək edir. B bəndində students don't like books. Şagirdlər kitabları xoşlamır. Teachers don't like reading. Müəllimələr oxumağı xoşlamır. Mənfi mənada olmaz. Books are not useful. Kitablar faydalı deyil. Cavab olur A bəndi. Oxumaq şagirdləri öyrənməyinə kömək edir. 4-ə baxırıq. Dr. Anna works in City Hospital. Xanım Dr. Anna şəhər xəstəxanasında işləyir. She helps sick people every day. O hər gün xəstə insanlara kömək edir. Deməli, xəstə sözünün sinonimi ill. She gives medicine and kind advice. O deyir, dərman və mehriban məsləhət verir. Her patients like her very much. Onun xəstələri onu çox sevir, çox xoşlayır. İndi burada nəyə baxırıq? Advice sözü nədir uşaqlar? Advice məsləhət deməkdir, sayılmayan isimdir. Bunu yadda saxlayın. Deməli, baxırıq A bəndində Dr. Anna teacherdir, xeyri doktor idi. Help sick people, xəstə insanlara kömək edir, düzgündür, B bəndidir. Dr. Anna works in a school, məktəbdə işləyir, xeyr, hospitalda işləyir. Xəstələri onu xoşlamır, əslində xoşlayır. 4-cü mətnə baxırıq. Mark is a mechanic. Mark mexanikdir. He works in a car shop. O, maşın mağazasında işləyir. He fixes cars and bikes. O, maşın və velosipedləri təmir edir. He starts work at 9 a.m. and finishes at 6 p.m. O, işə saat 9-da başlayır və 6-da bitirir. İndi baxın, burada fix sözü. Fix təmir etmək deməkdir. Sinonimləri mendir.
Bir də repair. Bunları lüğətinizə qeyd edirsiniz. Fix, mend, repair. Üçü də təmir etmək deməkdir. Bir-birini əvəz edə bilər. 6-ya baxırıq. Come to fresh market. Fresh marketə gəlin. Buy two apples and get one free. Bax, burada nə deyir? 2 dənə alma, buy elə. Yəni al və get, əldə et. Bir dənəsini pulsuz. Bir dənəsini pulsuz əldə elə. Yəni 2 almalanda biri pulsuzdur. We also sell fresh bread and milk. Biz həmçinin təzə çörək və süd də satırıq. Open every day from 8 AM to 8 PM. Hər gün saat 8, səhər 8-dən axşam 8-ə kimi açıqdır. You get a free apple. Düzdür. Sən bir dənə pulsuz alma əldə elə. Vana bərabərdir. Cavab A bəndidir. B bəndinə baxırıq. The market is closed on weekends. Market deməli həftə sonları bağlı olur. Amma burada nə deyir? Open every day. Hər gün açıqdır. Ona görə bu çıxdı. Sonra the market only sells clothes. Market sadəcə paltar satır. Xeyr, ərzaq satmır, çörək satır, süd və yaxud da tərəvəzlər, yəni meyvələr satır. You can't buy milk there. Oradan süd ala bilməsən. Burada deyir ki, you can buy. Ala bilərsən. 7-yə baxırıq. Welcome to Green Cafe. Green Cafe'yə xoş gəlmisiniz. We serve fresh juice, tea and sandwiches. Biz deyir təzə meyvə şirəsi, çay və sendviçlər belə deyək də ikram edirik, xidmət edirik. Bunları təklif edirik. You can sit inside or outside. Siz içəridə və çöldə otura bilərsiniz. Məsələn, bunu cümlə kimi əzbərləyə bilərsiniz ki, içəridə otur. Sit inside. Çöldə otur. Sit outside. Burada inside içəridə, outside isə çöldə deməkdir. We are open every day from 9 AM to 8 PM. Biz hər gün saat 9-dan 8-ə açıq oluruq. Səhər 9-dan axşam 8-ə. Baxaq, A bəndində deyir, kafeyə kitablar satır. Kafedə kitab nə vaxtdan satılır? Heç məntiqi cəhətdən də olmur. B bəndi, the cafe is only open at night. Sadəcə deyir, gecə açıq olur. Yanlışdır. Səhər 9-dan axşam 8-ə açıq idi. You can eat and drink at the cafe. Yeyə və içə bilərsən. Cavab budur. Niyə yeyə və içə bilərsən? Çünki burada sandviç yeyirsən və jus da içirsən. Ona görə cavab C-dir. The cafe is closed every day. Hər gün bağlıdır. D bəndi də səhvdir. 8-ci testə baxırıq. Hi Liza. Salam Liza. Özdə həmişə nəyə fikir verirsiniz uşaqlar? Cümlədə başda müraciət olunan şəxsdə diqqətli olun. Salam Liza deyirsə, demək ki, məktub Lizaya ünvanlanıbdır. Yəni Lizaya yazılıbdır. Sizə gətirib burada Liza ilə bağlı cümlə verir həmişə ki, güya ki, söhbət danışan Lizadır. Danışan Liza deyil. Məktub Lizaya yazılıbdır. Danışılan Lizadır. Onda diqqətli olun. Your photos are ready. Sənin şəkillərin hazırdır. You can get them from the photo shop today. Sən onları bugün foto mağazasından götürə bilərsən. Please come before 6 PM. Zəhmət olmasa saat 6-dan əvvəl gəl. Thank you. Təşəkkür edirəm. Liza works in a Photoshop. Baxın, deyir ki, Liza Photoshopda işləyir, səhvdir. Liza işləmir. Lizaya məktubu yazıblar. B bəndinə baxırıq. Liza's photos are ready to take. Deyir, yəni Lizanın fotoları götürmək üçün ready, hazırdır. Elə cavab B bəndidir. Çünki deyir, gəl məktubun fotolarını apar. Liza wants to buy a new camera. Liza yeni kamera almaq istəyir. The shop opens after 6 PM. Mağaza saat 6-dan sonra açılır. Niyə kamera almaq istəyir? Səhvdir. Çünki bu foto studiyası idi. Yəni satmır, amma şəkillər çəkir. Mağazada 6 PM-dən açılır. Burada da deyir ki, 6 PM-dən burada after deyir, burada before deyir. Short tekstlərdə ən çox uşaqları çaşdıran məqamlardan biridir. Before-u after filan bu şəkildə dəyişirilir. Baxırıq 9-a. Notice. Notice yəni belə deyək də, yadda saxla, əməl elə, diqqət et. Notice əslində sezmək deməkdir burada. The school library is quiet. Məktəb kitabxanası sakitdir. Please don't talk loudly. Zəhmət olmasa ucadan danışmayın. You can read or study here. Sən burada oxuya və öyrənə bilərsən. Return all books to the shelf. Bütün kitabları rəfə qaytarın. Return qaytarmaq deməkdir. Sonra talk burada söhbət eləmək, loudly ucadan, quiet sakit, library kitabxana, here burada, shelf də rəf deməkdir. All da bütün hamı deməkdir.
Students can play games in the library. Təbii ki, bu absurddur. Uşaqlar kitabxanada deməli oyun oynamırlar. Burada deyir oxuya bilməzsən. Əksinə deyir oxuya bilərsən. Sales book. Kitabxana kitab satır. Kitabxanada kitab satılmır ki. Talking loudly is not allowed. Bax bu düzgündür. Ucadan danışmağa icazə verilmir. Allow icazə vermək deməkdir. Not da qoyanda olur icazə verməmək. Cavab D-bəndidir. Yadda saxlayırsınız, yazın. Deməli, allow icazə vermək, let icazə vermək, bir dənə də icazə vermək, permit. Allow. Üçü də sinonimdir. Dəftərinizə bunun qeydlərini soruşun. Yazın. 10-cu testimizə baxaq. Message. Hi David. Mesaj. Salam David. Baxın, məktub kimə yazılır? Davidə yazılıbdır. Deməli, your shoes are ready in the shop. Sənin ayaqqabıların mağazada hazırdır. Please come and take them today. Zəhmət olmasa gəl və onları bugün apar. See you soon. Tezliklə görüşənə kimi. Onu deyim ki, take sözünün iki mənası var. Take götürmək, bir də aparmaq. David needs to buy new shoes. Səhvdə yeni ayaqqabı almır. Onu deyir ki, gəl götür. The shop sells food. Mağazada ərzaq satılır. Səhvdə ayaqqabı mağazasıdır. David shoes are ready to take. Baxın, bu da elə mətndən verib. Götürülməyə hazırdır. David works in the shoe shop. Ayaqqabı mağazasında work edir, işləyir, yanlışdır. 11-ə baxaq. Welcome to Sunny Beach Hotel. Günəşli çimərlik otelinə xoş gəlibsiniz. Adətən belə xüsusi isimlər biz tərcümə eləmirik. Siz başa düşəsiniz deyə dedim. Burada beach çimərlik deməkdir. We have clean rooms and big swimming pool. Bizim təmiz otaqlarımız və böyük üzgüçülük havuzumuz var. Breakfast is free for all guests. Bütün qonaqlar üçün səhər yeməyi free-dir, yəni pulsuzdur. Enjoy your stay. Yəni zövq alın. Enjoy your stay. Qalmağınızdan zövq alın. A bəndi. Məsəl üçün, baxım, sizə belə bir ifadə öyrədim burada. Enjoy your meal. Bunu universitetdə müəlliməm öyrətmişdi mənə. Enjoy your meal nuş olsun deməkdir. Sonra məsələn, help yourself. Help yourself-də məsəl üçün, sən yemək yeyirsən, kimsə gəlib deyirsiniz ki, help yourself, qonaq olun. Bunları qeyd edin dəftərinizə. The guests get free breakfast. Qonaqlar pulsuz səhər yeməyi əldə edirlər. Düzgündür, pulsuz verir səhər yeməyini. Bax, deyir ki, breakfast is free for all guests. Abəndi düzgündür. Burada guest qonaq deməkdir. Bunu qeyd edin. The hotel doesn't have a pool. Otelin hovuzu yoxdur. Burada deyir var. Ona görə bunu çıxdıq. Not olmamalı idi. You cannot stay at the hotel. Oteldə qala bilməzsən. Səhvdir. The rooms are dirty. Otaqlar çirklidir. Səhvdir. Clean-lə dirty sözü antonimdir. Clean təmiz. Bu isə çirkli deməkdir. 12-yə baxırıq. This is a phone shop. Bu telefon mağazasıdır. You can buy phones and chargers. Sən deyir, buradan telefon və adapterlər ala bilərsən. The shop is big and clean. Mağaza böyük və təmizdir. It opens every day. O hər gün açılır. The shop sell phones. Telefon satılır. Düzdür. Bir bəndində deyir ki, sən burada food ala bilməzsən. Mağaza smalldur. Small deyil. Baxın, bigdir. Mağaza bağlıdır. Səhvdir. Burada da deyir ki, mağaza açıqdır. Haradaydı? Hər gün açıqdır. It opens every day. Hər gün açılır. 13-cü testə baxırıq. This is my school. Bu mənim məktəbimdir. It has many students. Onun çoxlu şagirdləri var. We read, write and play. Biz oxuyuruq, yazırıq və oynayırıq. Our teacher is very nice. Müəlliməmiz çox yaxşıdır. The school has students. Məktəbin şagirdləri var. Düzgündür. The teacher is angry. Müəllimə hirslidir. Səhvdir. Acıqlıdır. We sleep in school. Biz məktəbdə yatırıq. Belə bir şey ola bilməz. Heç mətndə də verilməyib. The school is closed. Məktəb bağlıdır. Səhvdir. Açıqdır. 14. I like to read books. Mən kitablar oxumağı xoşlayıram. Books help me learn new words. Kitablar mənə yeni sözlər öyrənməyə kömək edir. I read every day at home. Mən hər gün evdə oxuyuram. My sister likes reading too. Həmçinin mənim bacım da oxumağı sevir. Baxın, burada to təsdiq cümləsinin sonunda işlənir. Əgər bu cümlə inkarda olsaydı, məsəl üçün, my sister olsaydı, doesn't like reading. Bu zaman cümlənin sonunda to qoymazdıq. To-nu atıb əvəzinə Ayzə qoyardıq. Bunu qeyd edin, sizdən soruşasıyım. The books are not good. Kitablar yaxşı deyil. Mənfi mənada olmaz. The girl doesn't like books.
Qız kitabları sevmir, əksinə sevir. The girl never reads. Heç vaxt oxumur. Never heç vaxt deməkdir. Cümləni inkarlaşdırır. Never olan cümlədə biz ikinci bir inkar qoya bilmərik. The girl reads books. Qız kitablar oxuyur. Debəndə düzgündür. 15. Tom is sick. Tom xəstədir. He goes to the doctor. O həkimə gedir. The doctor gives him medicine. Doktor ona medicine, dərman verir. Deməli, pill sözünü də qeyd edirsiniz. Pill həb deməkdir. Bir də var painkiller. Pain ağrı sözüdür. Painkiller də ağrı kəsici. Bunu qeyd edirsiniz. Tom feels better now. Tom indi daha yaxşı hiss edir. Baxırıq A bəndinə. Tom həkimdir. Səhvdir. Həkim deyildir. O, Tom xəstədir, həkimə gedir. Cavab A deyil. Tom is sick, xəstədir. Cavab B-dir. Həkim xəstədir, səhvdir. Tom doesn't take medicine, dərman qəbul eləmir, səhvdir. Burada bunu qeyd edin. Bax, take medicine dərman içməkdir. Məsəl üçün deyirəm ki, I take medicine every day. Mən hər gün dərman içirim. Və yaxud da sizə keçmiş zaman keçmişəm. Keçmişdə belə deyə bilərsiniz. Mən dərman içdim. I took medicine. 6-cıya baxırıq. Anna is a nurse. Anna tibb bacısıdır, şəfqət bacısıdır. She works in a hospital. O, xəstəxanada işləyir. She helps old and young people. O, yaşlı və cavan insanlara kömək edir. She is kind and happy. O, mehriban və xoşbəxtdir. Anna is a nurse. Elə cavab adı. B bəndinə baxırıq. Anna is a teacher. Müəllimə deyil, nurse idi. Kitablar satır. Xeyr, tibb bacısı kimi işləyir. Works in a shopda işləmir. İşləyir, xəstəxanada hospital olmalı idi. Davam edirik. 17-ci sualda nə deyib? Come to Sweet Cafe. Sweet Cafe-yə gəlin. Buy one cake and get one free. Bir dənə kek alın və biri pulsuz olsun. We also have tea and coffee. Bizim həmçinin çay və kofemiz də var. Open from 9 AM to 7 PM. Səhər saat 9-dan axşam 7-yə açıq olur. You can get a free cake. Sən bir dənə free cake ala bilərsən. Bunun tipli var idi. One free. Cavab adı. Deyir ki, telefon satır, səhvdir. Gecə bağı açılır, səhvdir. Drink, içki yoxdur, səhvdir. Çünki içki niyə yoxdur? Tea ilə kofe var. Gecə açıq olur da səhvdir. Saat səhər 9-dan axşam 7-yə kimi açıqdır. Gecə vaxtı açıq deyil. 18-də baxırıq. Last Sunday, Tom and his dad went fishing. Keçən bazar günü Tom və onun atası go fishing nədir? Went fishing, balıq tutmağa getdi. The weather was sunny and warm. Hava deyir günəşli və isti idi. Tom caught two small fish and was very happy. Tom 2 dənə balıq tutdu, balaca balıq tutdu və o çox xoşbəxt idi. In the evening they went home and had dinner together. Axşam, in the evening, axşam deməkdir. Axşam deyir onlar went home, evə getdilər və birlikdə had dinner, nahar etdilər. Baxaq. Tom went to the zoo. Zooparka getməyib balıq tutmağa gedib. Bir neçə balıq tutdu, düzgündür. Raining all day. Bütün gün yağış yağırdı. Belə bir məlumat verilməyibdi. Alone, tək başına getdi deyil, atasından gedib. Alone, tək başına, yalnız deməkdir. Baxırıq 19. Anna likes reading books. Anna kitab oxumağı xoşlayır. She goes to the library every Friday. O hər 5-ci gün kitabxanaya gedir. Her favorite books are about animals. Onun sevimli kitabları heyvanlar haqqındadır. She always returns the books on time. O həmişə kitabları vaxtında qaytarır. A bəndə Anna doesn't like reading. Anna oxumağı xoşlamır, səhvdir, xoşlayır. Kitabları qaytarmağı forget. Forget unutmaq deməkdir. Deyir, kitabları qaytarmağı forget edir, unudur. Səhvdir. Burada deyir ki, vaxtında qaytarırdı. On time, vaxtında qaytarır. Anna reads about animals. Heyvanlar haqqında oxuyur. Heyvanlar haqqında oxuyur. Düzgündür. Favorite book about animals. Sevimli kitabı heyvanlar haqqındadırsa, deməli onları oxuyur. Deməli deyir ki, Anna kitabxanaya once a month, ayda bir dəfə deməkdir. Ayda bir dəfə gedir, bu da yanlışdır. 20-ci test. 20-də Mark has a dog named Lucky. Markın Lucky adlanan bir iti var. Every morning they walk in the park. Hər səhər onlar parkda gəzirlər. Lucky runs fast and plays with other dogs. Lucky sürətlə qaçır və digər itlərlə oynayır. Other sözünü yadda saxlayırsınız. Other'dan sonra cəm isim gələr və yaxud da sayılmayan isim. Başqa digər deməkdir. Mark gives him food and water after the walk.
Deyir Mark onlara qida və gəzintidən sonra su verir. Ya ona, bağışlayın, onlara yox, ona, him. Deməli, Lucky is a cat. Lucky pişikdir. Xeyr, burada deyir dogdur. A bəndi getdi. Lucky doesn't play outside. Çöldə oynamır, oynayır. Parkda gəzir axı. Has no pets. Markın peti yoxdur, yəni ev heyvanı yoxdur. Yanlışdır. Bəs dogdan danışırıq biz. Cavabdır. Walks his dog every day. Hər gün itini gəzdirir. Düzdür. 21. Lucy and her friends love riding their bikes after school. Lucy və dostları məktəbdən sonra velosipedlərini sürməyi sevirlər. They go to the park near their homes. Onlar evlərinin yaxındakı parka gedirlər. Lucy always wears a helmet and rides carefully. Helmet 4-cü sinif dərsliyində var, dəbilqə deməkdir. Lucky həmişə dəbilqə geyinir və diqqətlə sürür. Carefully diqqətlə, ehtiyatla deməkdir. Baxaq. Lucy rides her bike without a helmet. Dəbilqəsiz sürür. Without-sız, siz, sus, süz deməkdir. Əslində dəbilqə ilə sürür. Deməli, bu getdi. Deməli, dəbilqə taxmağa fikir verir. Nə verir? Wear a helmet. Məsəl üçün, deyirəm ki, I wear a helmet. Mən dəbilqə taxıram. Məsəl üçün, gün eynəyi taxıram da wear ilə gedir. I wear sunglasses. Bu sözləri yadda saxlayın. Yəni, bunların V ilə işləməyini yadda saxlayın. Lucy and her friends walk to the park. Lucy və onun dostları deməli, parkda gəzirlər. Lucy rides her bike safely. Təhlükəsiz şəkildə sürür. Baxaq. Bax, burada deyir never go to the park. Heç vaxt parka getmir. D bəndi getdi. Deməli, burada incə bir məqam var B bəndində. Deyir ki, Lucia və onun dostları parkda walk eləyir, gəzir. Bunlar gəzmirlər ki, ride a bike, riding, velosiped sürürlər. Ona görə bu da səhvdir. B də çıxdı. Bu C bəndidir. Təhlükəsiz şəkildə sürür. Çünki deyir kaska taxır. Burada carefully sözü veribdir. Ona görə cavab olur C bəndi. 22-ci test. Yesterday it was raining all day. Dünən bütün günü yağış yağıb. Sarah stayed at home and watched her favorite movie. Sarah evdə qaldı və sevimli filminə baxdı. Movie sözü film sözündən sinonimdir. She drank hot chocolate and read a book. O isti şokolad içdi və kitab oxudu. She didn't go outside because it was cold. O dünən çölə çıxmadı çünki çox soyuq idi. Eləcə soyuq idi. She went to the park in the rain. Yağışda parka getdi. Xeyr, evdə qalıb. Stayed at home and watched the movie. Played football. Çöldə futbol oynayıb səhvdir. Dostumla shopping eləyib səhvdir. Cavab B bəndi. Evdə qaldı. Və watch the movie filmə baxdı. 23-ə baxırıq. Mike went to the supermarket with his mother. Mike anasıyla marketə gedibdi. They bought milk, bread, apples and rice. Onlar nə alıblar? Süd, çörək, alma və düyü. She pushed the shopping cart. O shopping cart bilirsiniz nədir? O araba var, sürürlər, yük daşıma arabası mağazalarda. Həmin odur. Onun biçimdə necə deyirik, arabanı, bazarlıq arabasını itələdi. His mother paid for the food at the cashier. Deməli, kassada anası qida üçün, yəni ərzaq üçün ödədi, pul ödədi. Paid ödəmək. Pay sözünün keçmiş zamanıdır. Qaydaslarda keçmiş uşaqlar. Pay, paid. Push da baxın, idi qəbul edib qaydalı feildir. Went-də qolunun keçmişidir. Buy, bought-dur. Baxaq. Mike went shopping alone. Alone tək başına gedib, səhvdir, anasından gedib. They bought clothes. Supermarketdən clothes almırlar ki. Mike and anası bought some food və forgot to pay for the things. O ödəməyi forgot eləyib, unudublar, səhvdir. Cavab C bəndidir. 24-ə baxırıq. Emma's favorite subject is English. Emma'nın sevimli fənni ingilis dilidir. She likes reading stories and learning new words. O yeni hekayələr oxumağı və sözlər öyrənməyi xoşlayır. Yeni sözlər öyrənməyi və hekayə oxumağı xoşlayır. Her teacher is very kind and helps her a lot. Onun müəlliməsi çox mehribandır və ona çox kömək edir. Emma studies every evening. Hər axşam oxuyur, öyrənir nəsə. Emma doesn't like English. Sevimli fənnidir ingilis dili. A bəndi getdi. B bəndində müəlliməsi ona never, heç vaxt kömək eləmir, səhvdir, kömək edir. Yalnız deyir, həftə sonları oxuyur. Həftə sonları deyil, every evening, hər axşam oxuyur, getdi. Emma enjoys learning English, D bəndi düzgündür. On Sunday, David's family went to the park for a picnic. Deyir ki,
Bazar günü Davidin ailəsi piknik eləmək üçün parka getdi. They took sandwich, fruit and juice. Onlar deyir, sendviçlər, meyvə və meyvə şirəsi aparmışdı. David played football with her sister. David bacısıyla futbol oynadı. Everyone had a great time. Hər kəs əla vaxt keçirdi. Burada nəyə fikir verirsiniz? Baxın, sandviç sözü cəmlənibdir. Deməli, hamburgerdir, sendviçdir. Bunlar ingilis dilində qida olmasına baxmayaraq sayılan isim götürülür uşaqlar. Və cəmlənə bilirlər, bunu qeyd edin. Amma fruit sözü, meyvə, juice da meyvə şirəsi, bunlar sayılmayan isimlərdir, bunu qeyd edin. Amma sandviç sayılır. Baxaq, David's family stayed at home, evdə qaldı, xeyr, piknikə gediblər. They had a picnic in the park, onlar parkda piknik elədilər, B düzgündür. Didn't bring any food, deyir, heç qida gətirməmişdilər, səhvdir. David was alone idi, yalnız idi, səhvdir, ailəsindən gedib. Burada bring gətirmək deməkdir. 26. Lisa and her class went to the zoo on Friday. Lisa və onun sinifi 5-ci gün zooparka getdilər. They saw lions, elephants and monkeys. Onlar meymunlar, fillər və şirlər gördülər. Lisa took pictures of the animals. Lisa heyvanların şəkillərini çəkdi. Baxın, take picture, take photo, şəkil çəkmək deməkdir. Məsələn, I took pictures, mən şəkillər çəkdim deməkdir. I took my photo, məsələn, mən şəklimi çəkdim. She bought a small toy from the gift shop. O, hədiyyə mağazasından balaca bir oyuncaq aldı. Deməli, burada nəyə baxırsınız? Gift sözü, gift nə deməkdir? Dəftərinizə yazırsınız. Hədiyyə, present da hədiyyə deməkdir, sinonimdirlər. Bu bir bought feili, buy almaq feilinin keçmiş zamanı da əzbərləyibsiniz. Buy bought. See saw, görmək gördü. Go went, getmək getdi. Take took, aparmaq apardı. Bunlara fikir verin. Lisa went to the beach with her class. Sinifinlə beachə getməyibdi ki, beach çimərlik deməkdir. Zooparka gedibdi, səhvdir. Didn't see any animals, heyvan görmədi. Niyə? 3 heyvan görüblər. Lisa took photos at the zoo, şəkillər çəkdi, düzdür. Forget her camera at home, kamerasını evdə forgot eləyib, unudubdu, səhvdir. Forget feili indiki zamandadır, keçmişə forgot olur, qaydasız feildir. 27-ci testə baxırıq. Lisa loves painting in her free time. Lisa boş vaxtında şəkil çəkməyi, yəni boyamanı sevir. She uses many colors and paintings, flowers and trees. O deyir ki, çoxlu rənglərdən istifadə edir və ağacları və gülləri boyayır. Sometimes she gives her pictures to her friends as gifts. Bəzən şəkillərini dostlarına gift kimi, yəni hədiyyələr as kimi verir, give, verir. Hədiyyə kimi öz şəkillərini verir. Painting makes her very happy. Boyama onu çox xoşbəxt edir. Lisa doesn't like painting, səhvdir, like, xoşlayır. Lisa paints animals only, yalnız heyvanları rəngləyir. Gülləri və ağacları rəngləyir. Cavab səhvdir. Lisa painting in her free time. Boş vaxtında rəngləyir. Bax, bu tane abəndir. Boş vaxtında rəngləməyi sevir, C-dir. Painting makes her bored. Onu bezdirir, canını sıxır. Bored, bezmiş, canı sıxılmış deməkdir, canlıya aiddir. Bir də var boring. Boring isə cansızı bildirir, darıxdırıcı deməkdir. İndi baxın, məsəl üçün deyirəm ki, painting is boring. Şəkil boyama can sıxıcıdır. Painting cansız olduğu üçün boring verirsiniz. Amma desəm ki, mən bezmişəm, I am bored. İdi olanda canlıya aiddir, ing olanda cansıza aiddir. 7-ci sinifin qaydasıdır bu. Baxırıq 28. Last weekend, Mark and his family went to the mountains. Deməli, keçən həftə sonu Mark və onun ailəsi mountain, dağlara getdi. Mountain, dağ deməkdir. They stayed, baxın, stay qaydalı didi qəbul edib. Stayed in a small cabin and walked in the forest. Onlar balaca kabində qaldılar və meşədə gəzdilər. Walk da qaydalı olduğu üçün idi qəbul edir. The air was clean and fresh. Hava təmiz və fresh idi. Yəni, fresh bilirsiniz necə? Çox təmiz də, fresh, təptəzə idi. Belə, necə deyim, təmiz idi hava. Aydın idi, belə deyək. Clean, aydın və təmiz idi deyək. Mark took many photos of the beautiful view. Gözəl mənzərənin çoxlu şəkillərini götürdü. Baxın, burada view sözünü. View mənzərə deməkdir, sayılan isimdir. Başqa mənzərə sözləri var, scenery. Bu sayılmayan isimdir.
Yadda saxlayırsınız. Scenery də mənzərədə, oxunuşunda yazıram. Scenery. Mənzərə. Bir də var landscape də mənzərə. Üçünü də qeyd edirsiniz. Sinonimdirlər. The family stayed in a cabin in the mountains. Dağlarda kabində qalıb. Bir bənddə deyir ki, həftə sonu City'yə gediblər, səhvdir. Mountain, dağlara getmişdilər. The weather was bad and rainy. Hava deyir pis və yağışlı idi. Bu da deyir clean və fresh idi. Bu da getdi. Didn't take any photos. Heç şəkil çəkmədi. Mark yanlışdı. Cavab A bəndi. 29. I live in a small town. Mən balaca bir şəhərdə yaşayıram. There is a park, a school, a hospital and many shops. Deyir çoxlu parklar, bir dənə park, bir məktəb, bir kitabxana, hospital, xəstəxana və çoxlu mağazalar var. People are friendly and kind. İnsanlar mehribandırlar, dost yanadılar. I like walking in the park with my friends after school. Mən məktəbdən sonra dostlarımla parkda gəzməli, walk in the park, parkda gəzməyi xoşlayıram. Deyir ki, the town has no park, park yoxdur, var axı, getdi. People in the town are not friendly, mehriban deyirlər, getdi. The writer lives in a small town. Yazıcı deyir, balaca şəhərdə yaşayır. Yazıcı nədir? Writer. Yəni bu məktubu bizə yazan şəxsə writer deyirik də, yazan onu. Cavab C düzgündür. Deyir ki, mən balaca townda yaşayıram. There are no shops in the town. Townda mağaza yoxdur, səhvdir. Var idi. Çoxlu mağazalar var idi. 30'a baxaq. Emma has a cat named Coco. Coco, Emma'nın Coco adlı bir şey var. Named adlanan deməkdir. Coco likes milk and sleeps on Emma's bed. Coco südü sevir və Emma'nın yatağında yatır. Yatağının üzərində yatır. Every morning Emma feeds her and plays with her before school. Hər səhər onu Emma yedizdirir və məktəbdən əvvəl before school. Məktəbdən əvvəl onu nə eləyir? Onunla play oynayır. Coco is a very cute cat. Çox şirin pişikdir. İndi baxın, cute şirin deməkdir burada. Feed yedizdirməkdir, siz bunu bilirsiniz. Feed sözünün keçmiş zamanı necə olurdu? E'nin biri düşür, olur fed. Sonra before school'dur burada, məktəbdən əvvəl. Baxaq. Coco Emma'nın dogudur. Dog deyil, axı catdir. A bəndi getdi. Emma plays with her cat every morning. Hər səhər oynayır, düzgündür. Coco doesn't like milk. Südü xoşlamır, əksinə sevir. Pişiyin adı Belladır, səhvdir, Coco'dur. 31. In winter it often snows in many cities. Qışda çoxlu şəhərlərdə, in many cities, çoxlu, mənim şəhərimdə qar yağır. Tez-tez qar yağır. I wear a warm coat and gloves. Mən deyir, isti palto və əlcəklər geyinirəm. My friends and I make snowmen in the park. Dostlarım və mən parkda snowmen, qardan adamlar düzəldirəm, cəmdədir. We drink hot tea when we go home. Evə gedəndə isə biz isti çay içirik. It is hot and sunny in winter. Qışda deyir, isti və günəşlidir, səhvdir. Məntiqi cəhətdən də olmur, mətənə də verməyib. The writer makes snowmen with friends. Yazıcı dostlarınla qardan adam düzəldir, bu düzgündür. Yazıcı nədir? Məktubdan danışın. Məktubda kim yazırsa o şəxs. The writer never goes outside in winter. Heç vaxt deyir, qışda çölə çıxmır, səhvdir. Çıxır. There is no snow in the city. Şəhərdə qar yoxdur, səhvdir. Yağır ki, Şaxta baba düzəldirlər. Cavab B bəndi. 32. Dear Lucy, əziz Lucy, I am at the beach in Spain. Mən İspaniyada çimərlikdəyim. The sun is hot and the sea is blue. Deyir, günəş isti və dəniz isə mavidir. I swim every morning and eat ice cream in the afternoon. Mən hər səhər üzürəm və günorta dondurma yeyirəm. I love my holiday. Mən tətilimi sevirəm. Lucy is at the beach with the winter. Qışda with the writer. Deyir ki, Lucy yazıcı ilə deməli çimərlikdədir. Yazıcı nədir? Bu məktubu yazan. Məktub da yazılır Lucy'yə. Deməli, indi bax, deyir, əziz Lucy, mən çimərlikdəyəm. Bunu yazan Lucy'yə söhbət eləyir. Demir ki, bir yerdəyik. A, bəndi deyil. Writer tells Lucy about her holiday. Bax, bu düzgündür. Yazıcı Lucy'yə tətili haqqında danışır. B düzgündür. Writer asks Lucy to go to Spain. İspaniyaya getməyi xahiş eləyir, səhvdir. Writer doesn't like the sea. Dənizi xoşlamır, səhvdir. Bu
biraz sizi çaşdıra bilər, çaşdırmasın. Burada qeyri-adi heç nə yoxdur. Deyir, əziz Lucy, mən elə bilin ki, siz mənə məktub yazırsınız, öz tətilinizdən danışırsınız. Mən burada, siz olursunuz writer, mən də oluram Lucia. Hi Sam, salam Sam. Məktub Sam'a yazılıbdı. Sam, I have a new bicycle. Mənim yeni velosipedim var. I ride it to school every day. Mən onu hər gün məktəbə sürürəm. My friends also have bicycles. Mənim dostlarımın həmçinin velosipedləri var. We often race in the park. Biz tez-tez parkda race nədir? Yarış edirik deməkdir. Competition sözündən sinonimdir. 6-cı sinifdə olmalıydı bu. Qeyd edin. Sinonimdirlər. Sam gave a bicycle to the writer. Sam deyir velosipedini yazıcıya verir. Yazıcı kimdir? Mətni yazan Sam'a verir. Belə bir cümlə verilməyibdir. Məlumat verir. Writer doesn't like bicycles. Səhvdir, xoşlamır, xoşlayır. The writer asks Sam to ride a bicycle. The writer tells Sam about his new bicycle. Bəli, new bicycle-ından danışır. Cavab D bəndidir. 34. C-də də deyir ki, gəl velosiped sürək. O da elə bir məlumat bizə verilməyibdir. 34. Dear Anna, əziz Anna, I have a small garden at home. Mənim evdə balaca bir bağım var. I grow flowers and vegetables. Mən deyir orada güllər və tərəvəzlər əkirəm. I water them every morning. Hər səhər onları sulayıram. My dog likes to play deer. İtim orada oynamağı xoşlayır. Anna has a garden and a dog. Anna'nın bağı və iti var. The writer asks Anna to water the plants. Deyir ki, Anna yazıcı, yəni bu məktəbi yazan Annadan deyir ki, gəl bağı sula. Belə deyək də, plantləri, bitkiləri səhvdir. The writer tells Anna about his garden. Anna, deməli, yazıcı Annaya bağı haqqında danışır. Deyir ki, it Annaya aiddir. It Annaya aid deyil, it yazıcıya aiddir. Bəndi səhvdir. Deməli, burada nə deyir? Bəli, burada incə bir nüansı var. Deyir ki, writer yazıcı, yəni mətni yazan Annaya öz bağı haqqında danışır. Təkcə bağdan danışmır ki, dogundan da danışır. Ona görə C bəndi səhvdir. Cavab onda olur. Has a garden and dog. Annanın bağı və iti var. A bəndi. 35. Deməli, baxırıq. Dear Anna, əziz Anna, I live in a small town with my family. Mən ailəm ilə balaca bir şəhərdə yaşayıram. My father works in a hospital and my mother teaches at a school. Mənim atam xəstəxanada işləyir, anam isə məktəbdə öyrədir, yəni müəllimədir də belə çıxır. Every morning I walk to school with my best friend. Hər səhər mən məktəbə dostum ilə gedirəm. Yeriyərək gedir. We study English and play games in class. Biz dərsdə ingilis dili öyrənir və oyun oynayırıq. I really enjoy my school life. Mən həqiqətən məktəb həyatımdan zövq alıram. Love Lucy. Sevgilərlə Lucy. İndi baxın, başda da ad verib, sonda da bu nədir? Dear Anna deyəndə məktub kimə yazılırsa, kimə ünvanlanıbsa, birinci onun adı verilir. Axırda isə kim yazıbsa onun adı verilir. Baxaq. Lucy lives in a big city. Big city'də yox, small town'da yaşayır. Burada veribdi, getdi. Lucy studies and plays games at school. Öyrənir və oynayır. Bu düzgün idi. Father teaches at school. Atası müəllimə deyil, anası müəllimədir. C-də getdi. Doesn't like məktəbini xoşlamır, yanlışdır. 36-ya baxırıq. Hi Ben. Salam Ben. Deməli, məktub kimə yazılıbdır? Benə. Kim yazıbdı? Ən axırda Ella yazıbdı. Ella yazıb Benə. Baxaq. It is Saturday and we are cleaning the house now. Deyir, şənbə günüdür və biz indi evi təmizləyirik. My brother washes the windows and I help my mom in the kitchen. Qardaşım deyir, pəncərələri yuyur. Mən isə mətbəxdə anama kömək edirəm. I listen to music while we work. Biz işləyərkən musiqiyə qulaq asırıq. After that, ondan sonra we play a game together. Biz birlikdə oyun oynayırıq. Baxaq. Ella və onun ailəsi evi təmizləyir. Baxın, Ella və ailəsi təmizləmir evi. Bir dənə qardaşı təmizləyir. Ella da təmizləmir. Anasına kömək eləyir. Mətbəxdədir. Ella'nın qardaşı cooking lunch, qəlyənaltı hazırlayır, yanlışdır. Pəncərələri yuyurdu.
Ella doesn't help Mother. Anası kömək eləmir, səhvdir. They study in the kitchen. Bir dəqiqə. Onlar mətbəxdə öyrənirlər, olmaz. Onda Ella və onun ailəsi evi təmizləyir. Onda A bəndə olur. Mən burada fikir vermədim. Birincidə demişdi ki, sizə birinci cümlədə. We are cleaning the house now. Biz indi evi təmizləyirik. A bəndi. Mən onlar mətbəxdə deyə fikrim yayındı. 37-ci test. Hi Sara, Saram Sara. I am at park with Anna. Mən Anna ilə parkdayam. We are playing basketball. Biz basketbol oynayırıq. The weather is sunny and warm. Hava günəşli və istidir. Warm isti deməkdir uşaqlar. There are many children here. Burada çoxlu uşaqlar var. We will go to the cafe after the game. Biz oyundan sonra kafeyə gedəcəyik. Come and join us. Gəl və bizə qoşul. Baxaq. Playing basketball. Sara basketbol oynayır. B bəndində deyir salam Sara. Saraya yazıb məktubu kimsə. Deyir Sara basketbol oynayır. Demir ki Sara oynayır. Deyir biz oynayırıq. Məktuba yazılıb Sara. Oynayan Sara deyil. Deyil. Friends are at the park. Dostları parkdadır. Deməli. Deyir ki mən Anna ilə parkdayam. Ola bilər bu qalsın. They are watching. Televizora baxırlar. Deyil. Bugün yağış yağır. Deyil. Cavab B bəndidir. Dostlarından parkdadır. Çünki Anna dostu idi. Anna ilə parkdadır. Kimsə yazıbdı. Başqa bir şəxs. Tutaq ki X adlı bir adam yazıbdı. Saraya ki Sara biz Anna ilə parkdayıq. Baxırıq 38. Hello Mr. Smith. Salam cənab Smith. This is Emma from your English class. Yəni bu sizin ingilis dili dərsinizdən Emma'dır. I was sick yesterday and missed a lesson. Mən dünən deyir xəstə idim və dərsi gəlməmişəm, buraxdım dərsi. Can you please tell me what homework we have? Mənə deyir zəhmət olmasa söyləyə bilərsinizmi ki, bizim ev tapşırığımız nədir? I want to finish it before tomorrow. Mən onu səhərdən əvvəl bitirmək istəyirəm. Thank you for your help. Köməyiniz üçün təşəkkür edirəm. A bəndində. Dünən deyir Emma in class, sinifdə idi, səhvdir, xəstə idi, axı getməyibdi. A bəndi getdi. Emma istəmir ki, doesn't want. Ev tapşırığını want do eləsin. Yanlışdır. Yaxı müəlliməsinə yazıb ki, ev tapşırığının yerini desin. Emma asked about the homework budur. Ev tapşırığını soruşur. MS student riyaziyyat tələbəsidir. Belə bir şey deməyib bizə. 39. Dear friend, əziz dost. You are invited to my birthday party this Saturday. Sən bu 6-cı günü, şənbə günü mənim ad günümə dəvət edilirsən. The party starts at 4 p.m. at my house. Parti saat 4-də mənim evimdə başlayır. We will play games. Biz oyun oynayacağıq. Dance and eat cake. Rəqs edəcəyik və tort yeyəcəyik. Please bring your smile and have fun with us. Zəhmət olmasa özünlə gülüşünü gətir və bizlə əylən. Don't forget to come on time. Vaxtında gəlməyi unutma. Deyir ki, party next Monday idi. Monday deyir, axı bu Saturday-də idi. A bəndi getdi. Party is at 4 p.m.dədir on Saturday. Baxaq, Saturday-də parti 4 p.m. 4 p.m.dədir. Baxın, 4 p.m.i burada verib, Saturday-i burada verib ola bilər. The invitation is for the teacher. Müəllimə üçündür. Xeyr, bax, teacher, friend də yazıbdı, dostuna yazıbdı. There will be no cake. Partidə kek olmayacaq. Yanlışdır. 40. Good news. Yaxşı xəbər. Our school has a new playground. Bizim məktəbimizin yeni meydançası var. It is big and colorful. O böyük və rəngarəngdir. Students can play football and basketball there. Orada uşaqlar futbol və basketbol oynaya bilərlər. The playground opens this Friday. Meydança bu 5-ci günü açılır. Everyone is excited to use it. Hər kəs onu istifadə edəcəyi üçün həyəcanlıdır. Excited, həyəcanlı deməkdir. 1-ci sinif sözüdür. The school has a new playground. Düzgünmü? Elə A bəndidir. O bizlərə baxmıram. 41. Welcome to the library. Kitabxanaya xoş gəlibsiniz. Please be quiet inside. Zəhmət olmasa içəridə sakit olun. Don't eat or drink near the books. Kitabların yanında nə yeməyin, nə də içməyin. Yeyib içməyin. Return all books on time. Kitabları vaxtında qaytarın. You can read or study here every day. Sən hər gün burada oxuya və öyrənə bilərsən. The library closes at 6 p.m. Kitabxana saat 6-da bağlanır. Baxaq A bəndi. Deyir, kitabxanada shout eləyə bilərsən. Shout qışqırmaq deməkdir, səhvdir. İçəridə eat food, qida yeyə bilərsən, yemək yeyə bilərsən, səhvdir.
Kitabxana 6 p.m-də bağlanır. Closes at 6 p.m. Həmişə ehtiyatlı olun, burada AM də verə bilər. Bu düzgündür. You must take bus from home forever. Əbədi deyir, evə apara bilərsiniz. Forever, həmişəlik evə apara bilərsiniz. Səhvdir, qaytarırlar.